Salam, axşamınız xeyir olsun, dəyərli televiziya izləyiciləri. İndiki Zaman Tok-şousu mən İnqilab Şirinbəylinin təqdimatında efirdədir. Aprel ayının 12-si bir tarix olaraq bugün dünyada qeyd olunan və dünya xalqları tərəfindən qəbul edilən tarixi bir hadisənin çox önəmli bir dövrünü əhatə edir. Belə ki, 1961-ci ildə Aprel ayının 12-sində bütün dünyada fərqli bir mənzərə formalaşdı. Belə ki, ilk dəfə olaraq kosmosa insanın uçuşu təmin olundu və 1961-ci ildə Sovet kosmonavtı Yuri Gagarin kosmosa insan olaraq ilk uçuşunu etdi və təbii ki, bu hadisə bütün dünya tərəfindən maraqla qarşılandı və məhz ötən dövr ərzində, konkret desək 1962-ci ildən bütün dünyada beynəlxalq kosmosa uçuş günü kimi, kosmonavtika günü kimi qeyd olunmağa başladı və bu yeni kəşfin ortaya gəlməsi təbii ki, dünyada yeni bir dönəmin və elektronika, texnika sayəsində yeni bir dönəmin kosmos əsrinin başlamasına və bugünə qədər inkişaf etmiş bir dövrün formalaşmasına xidmət etdi. Amma biz bugünkü proqramımızda 1961-ci ildə aprel ayının 12-sində kosmosa uçuşdan yox, əslində yeni bir iddia olunan kəşfdən danışacağıq. Belə ki, bizim bugünkü müzakirə edəcəyimiz mövzu bəzi insanlar tərəfindən müəyyən mənada laqeyd münasibət bəslənən, bəzi insanlar tərəfindən qəbul edilməyən, əslində isə iddiaçı olan bir şəxsin kəşfindən söhbət gedir. Söhbət Yevlax şəhər sakini Şakir Zəngəzurlu adlı bir tədqiqatçının yeni oyununu kəşf etməsindən və bu oyun vasitəsilə o, bugün dünyada ən tanınan, ən populyar idman növlərindən biri olan şahmatın belə deyək, mövcudluğuna son qoymaq və onun əsassızlığını sübut etməkdən ibarət. O baxımdan bizim bugünkü mövzumuz da məhz belə adlanır. Şahmat yoxsa yeni kəşf olunan oyun Şahənşah. Və bu oyunun nə dərəcədə hansı prinsiplərə və şahmatdan hansı prinsiplərinə görə üstünlük təşkil etdiyini isə bugünkü müzakirələrdə dəvət etdiyimiz ekspertlərin və o cümlədən bu oyunu kəşf edən Şakir Zəngəzurlunun dilindən eşidəcəyik. Odur ki, mən vaxt itirmədən qonaqlarımızı sizə təqdim edirəm. Şakir Zəngəzurlu, yeni kəşf olunan Şahənşah oyununun yaradıcısı, tədqiqatçı. Hacı Namiq, Yevlax şəhər Cümə məscidinin baş axundu. Azad Süleymanov, Yevlax şəhər şahmat məktəbinin baş müəllimi. Bir daha sizi salamlayıram, xoş gəlmişsiniz, axşamınız xeyir olsun və mən ümid edirəm ki, bugün bizim müzakirələrdə əsas iddiaçı tərəf kimi məhz Şakir Zəngəzurlu, digər tərəfdən şahmat mütəxəssisi kimi Azad müəllim və təbii ki, həm fəlsəfi elmlərin bilicisi kimi, o cümlədən bir din xadimi kimi, ətraflı biliyə malik olan bir şəxs kimi isə Hacı Namiq yəqin ki, öz fikirlərini bizimlə bölüşəcək. Ancaq istəyərdim, tamaşaçıların diqqətinə onu da çatdırım ki, bizim bugünkü proqramımız canlı yayınlanır və bizim izləyən tamaşaçılar bizim proqramımıza qatıla bilərlər. Odur ki, 022-336-70-70 sayılı telefon vasitəsilə zəng edə bilərsiniz. Yeni kəşf olunan Şahənşah oyunu haqqında öz fikirlərinizi bizimlə bölüşə bilərsiniz. Və təbii ki, bu oyunun ixtiraçısı, bu oyunu kəşf etmək iddiasında olan Şakir Zəngəzurluya və digər bizim qonaqlarımıza da öz fikirlərinizi çatdıra bilərsiniz. Şakir müəllim, siz qeyd edirsiniz ki, sizin kəşf etdiyiniz bu oyun tarixi 1995-ci ilə gedir, çıxır və mən məlumat üçün tamaşaçıların diqqətini onu da çatdırım ki, artıq sizin kəşf etdiyiniz və iddiaçı olduğunuz bu oyunla bağlı da 17-20 fevral tarixlərində Olimpiya Dünyası qəzetində bununla bağlı, bu oyunun prinsipləri ilə bağlı bir məqalə də dərc olunub və təbii ki, bu məqalə dərc olunandan sonra sizin iddialarınız daha da böyüyüb və bu oyunun dünya səviyyəsində bir oyun olduğunu belə deyək, artıq çatdırmaq və bu oyunun varlığını, şahmatın isə arxa plana keçirməsi məsələsini gündəmə gətirirsiniz. İstəyərdim bu oyun haqqında fikirləri ilə sizin dilinizdən eşidək. Yəni, İnqilab müəllim, siz tamamilə doğru deyirsiniz. Mənim tərtib etdiyim yeni oyun adı Şahənşahdır. Bu oyun şahmat üzərində qurulduğundan, birincisi mən şahmatı birinci tərtib edən insana Allahdan rəhmət dilirəm, ruhu şad olsun deyirəm. İkincisi, mən bu oyunu tərtib edəndə, tərtib etdiyim bu yeni oyun Şahənşahda şahmata nisbətən bir çox üstünlüklərin olduğunu mən ispat edirəm. Belə ki, mən ispat edirəm ki, şahmat tərtib olunarkən müəyyən qədər nöqsanlara yol verilib. Misal üçün, bu hansı nöqsandır? Nağıl kitablarından oxuyuruq ki, şahın bir tərəfində vəzir dayanar, bir tərəfində, o bir tərəfində isə vəkil dayanar. Mən onda belə bir sual qoyuram. Bəs şahın əgər vəziri varsa, bəs bunun vəkilini yoxdur axı. Belə ki,
Şahmat biz hamımız bilirik ki, şərq dövlət strukturuna nəzərən qurulmuş bir oyundur. Əgər bunun vəziri varsa, bunun vəkili mütləq olmalıdır. Bəs bu vəkili biz şahmat taxtası üzərində necə bunu yerləşdirək, quraşdıraq ki, vəkildə alınsın? Konkret sizin şahənşah oyununda şahmata əlavə elədiyiniz, gətirdiyiniz konkret yeniliklər nədən ibarətdir? Xahiş edirəm onu izah edin. Bax, bu mən tərtib etdiyim şahənşah lövhəsinin şahənşah lövhəsidir. Şahmat lövhəsi 8-8-dən ibarətdir. Mən isə vəkili yerləşdirmənin xətrinə və yaxud da ki, belə yeni oyuna görə 8-8-lərini lövhəni ilə 9-9-a. Bu vaxtı 9-9 olanda 8 piyada varsa, artıq 9-9-a əgər lövhə yara verildisə, deməli bir piyada artırılmalıdır. Eyni zamanda şahın bir tərəfində vəzir, bir yanı boşaldığı üçün orada vəkil figurunu qoyuram. Bundan sonra belə bir sual meydana çıxır. Bəs vəkilə necə xod verməli? Onun hərəkətini necə təmin edir? Vəkilə belə xod verirəm. Şah gedişi, plus, ağ xanaya düşərsə, ağ filin gedişi. Deməli, vəzir iki funksiyanı yerinə yetirdiyi kimi, vəkil də iki funksiyanı yerinə yetirir. Ancaq dövlət strukturunda vəzirin səlahiyyəti vəkilinkindən üstün olduğuna görə vəkilə biraz aşağı səlahiyyət verirəm. Yəni ki, ağ filin gedişi, bir də plus şah gedişi. Şahmatda 2-0 qələbə qazı 2-0 qələbəni tərtib etmək mümkündür, yoxdur. Ancaq mən bu şahənşahda onu həll edirəm. Necə həll edirəm? Kim şahını gətirib, mərkəzi xanı aldandığım qızıl xanaya qoyarsa, mümkün edərsə, bu 2-0 qələbə qazanır. Şahmatda kimin tutarsa, belə məğlub edərsə, 1-0 qələbə qazanır. Eyni zamanda yenə də heç-heçə var. Deməli, 3 maddənin heç-heçə qələbə, bir də ki, 2 qat qələbədə 2-0. Hamısı təmin olunur. Sonra başqa iddialarım var. Belə ki, şahmatda ağ şah qarada dayanır, qara şah ağda dayanır. Mən deyirəm, bu düzgün deyil. Hər bir figurun bir dəfəlik yeri olmalıdır. Hər bir figur ya ağda dayanmalıdır, ya qarada dayanmalıdır. Əgər belə olmazsa, şahmatda kimi, bu vaxtı hüquqlar pozulur. Tutar ki, topun biri qarada dayanır şahmatda, biri ağda dayanır. At, şahda üzbəyüzlərir, biri ağda, biri qarada. Fillər ozur, bütün figurlar, piyadalar yenə ozur. Ancaq şahənşah oyununda bütün figurların bir dəfəlik yeri olur. Ya ağda dayanır, ya qarada. Başqa bir söhbət yenə, şahmatda simmetriklik gözlənilmir. Şahənşaha nisbətən çox zəifdir. Belə ki, şahmatda şahdan 3 figur bir tərəfdə olur, 4 figur bir tərəfdə. Ancaq şahənşahda 4'ü sağ tərəfində şahın, 4'ü sol tərəfində. Bu da simmetrikliyin gözlənilməsinə simmetrikliyi gözləyir. Hətta ideal vəziyyətə çatdırır. Mən yenə tərtib etdim onu, özüm də bir nöqsanlarını axtarmışam. Çünki mən necə bir özüm bir nöqsan tapa bilərəm. Baxdım, gördüm, nöqsan tapa bilmədim. Sanki ideal vəziyyətdədir. Aydındır. Şakir müəllim, siz ilkin prinsipləri izah elədiniz. Mən istəyərdim növbəti sualı ünvanlayım Azad müəllimə. Azad müəllim, Şakir Zəngəzurlu izah etməyə çalışdı ki, o şahmatdakı 64 xananı 81 xana ilə əvəz eləyir, 8-8-ə prinsipini 9-9 prinsipi ilə əvəz eləyir. Digər tərəfdən həmin orada olan figurların sayında artım olur və vəkili əlavə eləyir. Və bunu da ondan əsaslandırır ki, şahmatın fəlsəfəsində, şahmatın bir oyun olaraq prinsiplərində ədalətlilik, bərabərlik,
o cümlədən vəkilin əlavə səlahiyyətlərə malik olması və simmetriyanın təmin edilməsi. Bu iddialar nə dərəcədə həqiqəti əks etdirir və həqiqətənmi bu oyun tətbiq olunarsa, o zaman şahmat arxa plana keçə bilər. Buyurun. Öncədə versəniz tarixi müzakirələrdən şahmatın yaranmasından danışardım. Ondan sonra siz özünüz qərar verərsiniz. Şahmatın yaranması Orta əsrlərdə, Hindistanda və Orta Asiyada yaranmasından yarar gəlib. Döyüşlərdə, müharibələrdə oxşar bənzərlik yaratmaq üçün stol üstə oyun formasında olur. İlk vaxtlar şahmat heç də indiki formada olmuyor. İlk zamanlar müxtəlif figurlar olub. Bəlkə də elə deyə bilmərəm vəkil adına, amma vəkilə bənzər başqa figurlar olub. Məsələn, ruh figuru olduğu, başqa figurlar olduğu tarixin məlumdur. Hətta mən misal çəkə bilərəm ki, o zamanlar 4 nəfərlə oynanılan şahmatlar olub. Hər lövhənin küncündən yarım şahmat komplekti yerləşib, növbə ilə oynanılıb. Hətta elə variantlar olub ki, orada gedişlər 4 nəfərdən kimin hansını oynamağı zər vasitəsilə olunub. Yəni, zərin verdiyi xanadan asılı olaraq neçə sayda gediş ediləcəyi, 1 gedişmi, 2 gedişmi, 5 gedişmi, 6 gedişmi ediləcəyi olub. Və tədricən bu təkmilləşərək müxtəlif figurlar ixtisara düşüb, başqa figurlar əlavə olunub. Hətta hal-hazırda mümkün olan figurların, həyatda yaşayan figurların gedişləri də indiki formaya gəlib çıxıb. Taxtanın rənginə gəldikcə isə o ağ-qara olması vizual gözə alışması üçün olub. İlk vaxtlar, yaranan vaxtda xanalar heç də rəngli olmayıb. Sadəcə damalar olub. Bunun hansının ağ, hansının qara olması müəyyən tarixi mərhələdə insan saymaq üçün rəngləri seçdiyinə görə ağdan qaraya keçərək sayıcı məsələn 3 gediş, 5 gediş gözə alışması üçün bu rənglənibdir. Görürsünüz, şahmat taxtasında istehsalçı elə olur ki, taxta rəngin birini qara da buraxa bilir, digərini ağ buraxır. Qırmızı rəngli xanalara da rast gəlirik, pahalı rənglərə. Bu rəng simvolikdir, yəni insan bu xanaları saya bilsin ki, 5 gediş eləmək üçün 5 ağdan qaraya keçir. Burada iddia eləmək ki, mütənəsiflik pozulur, bir şah qarada durur, bu səfər ağda durur, bu bir dərəcə qeyri-məntiqidir. Necə baxıram, şahmatı təkmilləşdirmək olar, yeni oyun yaratmaq olar. Amma şahmatı o üstələyəcəyinə mən şübhə ilə yanaşıram. Çox sağ olun. Hər halda sizin fikirləriniz aydındır. İstəyərdim, Hacı Namiq, Şahənşah oyununun yaradıcısı deyir ki, bu oyunun yəqin ki, o detallarını izah eləyəndə artıq sizə aydın oldu. Siz də bu fəlsəfi elmlərin bilicisi kimi, bu elmlə maraqlanan, yaxından tanış olan bir insan kimi istəyərdim onun o fəlsəfi və dini tərəflərinə də münasibət bilərsiniz. Və İslam dinində şahmat və bu oyunların, belə deyək, təsviri, bu oyunlara olan münasibət necə tənzimlənir? Və digər sualım da ondan ibarətdir ki, siz necə Şakir Zəngəzurlunun ortaya atdığı bu iddianı, Şakir Zəngəzurlunun ortaya sürdüyü bu ideyanı və onun kəşf adlandırdığı bu yeni oyunu necə dəyərləndirirsiniz? Əvvəla, adi vaxtlarda olan verilişlərdən bu veriliş çox fərqlidir. Burada dünya xalqlarının marağında duran bir oyunun müzakirəsi gedir. Böyük Nizami, şahmat ərəb dilində şətərənc sözündən götürüb. Lüğəti ilə ərəbdən gəlib, şətərənc. Şahmata şətərənc deyirlər. Bu oyun, burada məlum olur ki, Nizami yazdığı dövrdən də qabaq şahmat haqqında məfhum olub, anlayış olub. Bunun qardaşım dediyi kimi vətəni Hindistandır, oradan ibtida götürüb, qədəm götürüb. Ancaq mən bu oyunu sizin nəzərinizdən, İslami baxımdan bizə yəqin ki, qulaq asırlar canlı verilişdə, ola bilər dinləyici qardaşların bir qisminin narazılığına səbəb olar. Təqlid bəhsi var, etiqad, böyük alimlərə bağlanıb hər bir şey idarə eləmək. Yəni, böyük müştehidlər, ictihad ilminə çıxan alimlərin fikrincə şahmat oyunu halaldır, ancaq ücrətlə, pulla, vəsaitlə oynanırsa haramdır. Deməli, buradan belə hasil olur ki, şahmat oyunu dünyavi bir oyundur. Mən şahmat sahəsində mütəxəssis deyiləm. Çətinlik çəkirəm bu suala. Çünki qardaşımın dediyi sözlərdə ola bilsin ki, məntiq var, amma hər halda bunu Şakir müəllim ortalığa gətiribsə,
Buna da mütəxəssis nəzərindən baxmaq lazımdır. Bəzən sadə kəşflər həyat keçir, böyük bir məqama çevrilir. Qardaşım çox gözəl deyir. Şahmat ibtidaidən belə olmayıb. Bu damaların fərqi olmayıb. Mən maraqlanmışam, bilirəm. Ancaq ki, zəif oynasam da şahmatı mən sevirəm şahmat. Şahmat çünki elmi bir oyundur. Çox elmi bir oyundur. İki böyük dövlət ordusunun qabaq-qabağa gəlib hansının qələbə ilə qurtarması gedişdən asılıdır. Ağıl oyundur. Bəli, ağılı oyundur, elmi bir oyundur. Ona görə də dünya bunu belə qəbul edib. Lakin bizə qulaq asan tamaşaçılar, böyük müştəhid Sistaniyə təqlid edilən qardaşlar məndə irad tutarlar ki, onun nəzərinə görə şahmat haramdır. Ancaq bizim təqlid edilmiş böyük alimlərin etiqadına görə şahmat halaldır və muzla oynanılsa haramdır. Onu maddi şeyə çevirmək, xalqlar arasında nə bilim pula, ücrətə çevirmək, yəni onun başqa ona olan hörməti itirməyə gətirib çıxarar. Şahmat böyük oyundur, dünya qəbul etmiş bir oyundur. Xalqlar arasında bugün də biz Azərbaycan dövlətçiliyində məktəblərdə tədris olmasını eşidirik. Çox gözəldir. Azərbaycandan çıxan böyük o vətəndaşlığı da erməni olan Hari Kasparov. Dünyaya getdi, çıxdı. Yine bir Azərbaycan adını təmsil eləməsə də Azərbaycan şahmat məktəbinin yetirməsilərindən biridir. Dünya onu tanıdı və bununla da Azərbaycandan çıxdığı da bilindi. Hərçəndir ki, o mənsubiyyətcə ermənidir, fərqi yoxdur. Ancaq Azərbaycanı da təlim alıb, təlim görüb. Mən arzu edirəm ki, balalarımız ki, bizə qulaq asırlar, gələcəkdə onlar da böyük mütəxəssis kimi ortalığa çıxsınlar, amma bu suala cavab verməkdə mən çətinlik çəkirəm. Ona görə ki, şahmatda bu yeni mövzular mütəxəssislərin ixtiyarına verilməlidir. Şakirin dediyi sözdə isə biz də dədə baba eşitmişik, vəzir vəkil olub. Vəkil yoxdursa burada, dədə baba belə olub, vəzir olub, vəkil olub, şah olub. Biz bunu bütün nağıllarda, ədəbiyyatda belə oxumuşuq. Ola bilsin ki, Şakir müəllimin dediyində bir yenilik var. Mən ona elmi cəhətdən... Yenilik sözsüz var, hacı. Onu bir qəbul eləməliyik. Qəbul eləməliyik, ancaq indi hər halda bunu ictimaiyyətin ixtiyarına buraxmaq lazımdır ki, bəlkə də doğrudan da burada bizim düşündüyümüzdən də dövlətimizin xeyrinə, vətənimizin xeyrinə bir iş var burada. Buna aydınlıq gətirmək lazımdır. Ona görə də mən sizdən çox-çox üzr istəyirəm. Siz dini baxımdan şahmat haram deyil. Ona amma muzla oynamaq haramdır. Amma bizi dinləyən qardaşlar içində böyük müştəridə təqlid edilən qardaşlar mənə irad eləyər. Onun öz fikridir. Şahmat dünyavi bir oyundur, elmi bir oyundur. Dünya bu elmi bugün oynayır. Dünyanın bütün yerində şahmat oyunu gedir. Necə futbol dünyavi bir marağa çevrildiyi kimi, şahmatda öz etiqadını, ehtiramını heç vaxt itirməyib, inşallah itirməyəcək. Mən gələcəkdə mən ümidvaram ki, Azərbaycanda şahmata maraq dövlət səviyyəsində olduğuna görə yaxşı balalarımız yetişəcək, yaxşı mütəxəssislər yetişəcək. Onlar da bizim Azərbaycanı təmsil edəcək. Ümidvaram ki, gələcəkdə Azərbaycan tarixində belə balalarımızın çox gözəl, Allah canlarını sağ eləsin, dövlətimizin qayğısını qeyd eləmək istəyirəm burada ki, mən şahmata belə üstünlük verib, məktəblərdə tədris eləməsini deyib, hər halda ümidvaram ki, şahmat oyunu Azərbaycanda daha da geniş vüsət alacaq və yaxşı olar ki, onu biz daha da genişləndirək. Böyük elə müzakirələrdir bugün də. Mən amma çox çətinlik çəkirəm Şakirin bu məqamına nəsə qiymət vermək. Aydın. Mənim üçün çətindir. Aydın, çox sağ olun, təşəkkür edirəm. Hər halda Azərbaycan şahmat məktəbi bugün təkcə Azərbaycana yox, ümumilikdə dünyaya Aynur Sofiyeva, Eltaç Səfərli, o cümlədən Firuzə Vəlixanlı, Teymur Rəcəbov, Qədir Hüseynov kimi tanınmış şahmat ustalara bəxş edib və Azərbaycanda şahmatın ənənələri var. Lakin mən istəyərdim Azad müəllim bir məqamı sizin diqqətinizə çatdırım. Burada Şakir müəllim bu oyunun Olimpiya Dünyası qəzetində çap olunması, digər tərəfdən Azərbaycanın tanınmış şahmat mütəxəssisi olan Faiq Həsənovun bu oyunu müsbət dəyərləndirməsi və bu oyunun prinsiplərini müəyyən mənada qəbul eləməsi hər halda bu məsələnin ciddiliyindən xəbər verir. Amma siz yenə də öz argumentlərinizlə Şakir Zəngəzurlunun bu oyununun dünya səviyyəsində ortaya çıxmasını və müəyyən mənada dünya səviyyəli bir oyuna çevrilməsini mən elə gəlir ki, şübhə ilə yanaşırsınız. Mən elə demək istəməzdim. Mən demədim ki, şahmatın sadəcə olaraq bu şahmatın üstələyəcəyinə belə şübhə ilə yanaşıram. Yoxsa oyun kimi desək, oyun kimi varsaq, sadə bir misal çəkim. Nərtaxtada müxtəlif oyun növləri var. Daminədə müxtəlif oyun növləri var. Başqa əyləncə oyunları var. Bu məntiqlə, bu da alternativ bir oyun kimi gedə bilər, davam eləyə bilər. Bu şahmatdan həcminə görə, fiqurların sayına görə daha mürəkkəb olduğu üçün bunu artıq tam yetişmiş şahmat anlayan şəxslər oynaya bilər. Uşaq müəssisələrində bunu yaymaq
hələ çətinlik çəkəcəyik. Yəni ilkin mərhələdə bunu məqbul hesab eləmirsiniz. Bəli. Çox sağ olun, təşəkkür edirəm. Şakir müəllim, siz əvvəl bizim deməli elimizdən xəbər proqramında da bununla bağlı sujet çəkildi və o zaman siz belə bir iddiadan çıxış elədiniz ki, hətta sizin bu oyunu müəyyən mənada digər ölkələrin nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Hətta bu oyunun daha qiymətli, daha belə deyək, dünya çapında böyük bir ölkə üçün məbləğ gətirə biləcək, patent gətirə biləcək bir fikrini söylədiniz. Həqiqətən sizin bu oyun özünün prinsiplərinə görə, burada sizin fiqura etdiyiniz dəyişikliklər, hətta şahın müəyyən mənada o fiqur olaraq dəyişdirilməsini ortaya qoymusunuz. Yəqin ki, televiziya tamaşaçıları izləyir. Şakir müəllim hətta burada şahın fiqur olaraq formasını da dəyişdirir və şahı vəkili digərlərindən hər birisindən fərqləndirir. Həqiqətən sizin bu oyununuz dünya səviyyəsində belə deyək, bir kəşf kimi qəbul oluna bilər və müəyyən məbləğdə patent gətirə bilər. Çünki, üzr istəyirəm, Azad müəllim müəyyən mənada şahmat mütəxəssisi kimi onun bir çox detallarını izah elədi və bu müəyyən mənada sizin bu oyunun arxa plana keçməsindən nəticələnə bilər. Amma Şakir müəllim, üzr istəyirəm, bir tamaşaçı zəngimiz var. Sualı yadda saxlayın, o zəngi qəbul edək, daha sonra fikirlərimizi davam etdirəcəyik. Alo? Salam əleykum. Salam əleykum. Mən Yevlaqdan Hüseynov Nazım Sabalazoğlu, Yeni Yevlaq küçəsi 32 nömrəli ünvanda yaşayıram. Buyurun Razım müəllim. Azad müəllimi də tanıyıram, Şahmat müəllimi kimi. Mən uşaqlarımı üzr istəyirəm, Şahmat müəllim olur, salamlayıram. Adınamı də salamlayıram, Şakir müəllimi də. Özüm də şahmatdan oynamışam, şahmatı, yəni elmi şəkildə o nəzəriyyələr, özdə məşğul olmuşam. Düz indi yaşım çoxdur, amma bu barədə istəyirəm bir kəlmə deyəm ki, buyurun. Bu, Şakir müəllimin icad elədiyi bu oyunun dünya miqyasında tanınması üçün gərək neçə illər bu barədə nəzəriyyə yaradır. Çünki bizim bildiyimiz bu klasik şahmata yəni 100-ə yaxından təqribən bilirəm ki, müdafiələr var, sistemlər var, hücum taktikasına aid olan belə deyək də qambit deyildi, qabaqları oyun üsulları var. Şakir müəllim iki dənə figur, bir figur vəsilə artırıb, yəni bunu adatların qeyd elədi, qabaqlar hətta 100 xanalı şahmatda olubdu. Orada zabitlərdən toplardan əlavə dəvələr də var idi. Amma bu oyun təkmilləşib gəlib bu şəkili alır. Alimlər də bunun üstündə bir çox nəzəriyyələr, elmi işlər işləyiblər. Hətta o dünya çempionu Bastinlik evlər doktoru işini məhz bu şahmatını oynayan, şahmat oynayan deməli ağıllı aparatların yaradılmasına həsr edildi. Yəni biz buna indi eləyək deyik. Elektronik faizli maşınlar, şahmat oynayan maşınların yaradılması da onun elmişi. Ona görə də bu Şakir müəllimin qısa deyim ki, icad elədiyi oyun bir növ avtomobilə 5-ci təkər qoşmaq kimi bir şeydir. Yəni bu gediklik bir şeydir, bunu çox gedikmiş bir işdir. İndi Şakir müəllimin xəstədə dəyməsin, onu şahmatı üstələməyinə yenə deyirəm, bir 50 il, 100 il bir neçə alimlərin gəldiyi işlər alındı. Bu qədər. Çox sağ olun, Razım müəllim, təşəkkür edirəm. Tamaşaçımız özə Yevlaqdan zəng vurub. Amma həqiqi mənada maraqlı məqama toxundu. Çünki hər bir oyunun ərsəyə gəlməsi üçün, hər bir kəşfin ortaya çıxması üçün onun ətrafında nəzəriyyələrin olması, nəzəriyyələrin yazılması bir faktdır. Və bir mənalı şəkildə də vurğuladı ki, Şakir müəllimin bu oyunu 5-ci təkər funksiyasıdır. Həqiqətən 5-ci təkər funksiyasıdır. Yaxşı. Hər hansı bir Nizami Gəncəvi yazır ki, qüvvət elmidədir, başqa bir heç kəsə üstünlük eləyə bilməz. Əgər mən bu dediklərimin hamısını Hegel, Kant, Aristotel, Həzrət Əli, əleyhissalam, Xətib Təbrizi fəlsəfəsində əgər ispat edərəmsə, kimsə mənim qabağıma çıxa bilər, buyursun. Hüseyin Zavit deyir, işdə bir meydan ki, istər qəhrəman, hər kimin meyli var, etsin imtihan. Gəlsin, kim əgər mən dediklərimi sona qədər ispat edə bilməsəm, 100%, 1% o da yer qalsam, bunu ləğv elək geçsin. Yox, əgər 100%, 1% əgər yer qalmayacaqsa, onda bu nə üçün də bəşəriyyət qəbul etməsin? Bəs sizin bu oyunun fəlsəfəsi ilə bağlı fikirləriniz nədir, ideyanız nədir? Bəli, fəlsəfədir. Mən bunu ispat etmək üçün 6 nəfər dahidən istifadə etməliyəm.
Yəni fikirlərimin onların doğru. nəzəriyyəsinə istinad Bəli. edirsiniz və öz Bəli, fikirlərinizi 6 dənə dünyanın ən şöhrətli insanlarından. Birincisi, qüdrətli Alman filosofu Hegel. İkincisi, böyük Alman filosofu Kant. Üçüncüsü, dünyanın birinci müəllimi Aristotel. Dördüncüsü, Xətib Təbrizi. Beşinci, Həzrəti Əleyhisselam, Əli Əleyhisselamın. Orada hamısı dialektik prinsiplər var. Mən bir dənə dialektik prinsipdən mən kənara çıxmıram. Beşincidə, altıncıda Dostoyevski. 6 dənə. Hər bir haqqında mən əgər imkan verirsinizsə, hər bir haqqında mən 2 cümlə, 3 cümlə deyim. Əgər imkan varsa. Çox yox, hərəsindən 2 cümlə bu bəs eləyər. Siz əsas filosofların belə deyək, o nəzəriyyələrinə istinad edin və fikirlərinizi izah edin, amma Mən bunu uzun uzadı. həminki fəlsəfədə isbat edəcəm ki, mənim dediklərim hamısı doğrudur. Dialektik bir qanuna əsaslanır. Bunlarda ta ki Hegel haqqında 2 cümlə, 1 cümlə deyəcəm. Ola bilər, deyim. Siz fikrinizi unutmayın, qoyun bir nəfər də tamaşaçı var, Buyursun, maraqla buyursun, izləyir, bəli. onun zənginini qəbul eləyək. Alo, Alo, salam. salam aleyküm. Karışma Gəncələrdən gəlirəm. Bu Şakir Buyurun. müəllim, bu yeni kitabı izləyirəm, mənimlə çox yaxşı baxıram. Təşəkkür ederim. Buyurun, buyurun. Elə axınımıza salam deyirəm, belə verisi barəsində. Bilirsiniz nətər, bu Azərbaycanda çox böyük kəşfdir. Yəni ki, futbol deyəndə adə futbolu söylər. Bizə futbol birinci futbol kimi yaranır. Sonra da mini futbol yaranır, içməli futbol yaranır. Yəni ki, bunun hamısı dünya səviyyəsində qəbul olunur. Yəni siz hesab edirsiniz ki, bir tamaşaçı kimi Şakir müəllimin irəliyə sürdüyü nəzəriyyə, şahmata tətbiq elədiyi yenilik qəbul ediləndir və bunun tətbiqi vacibdir. Bəli, bəli, bəli. Çox sağ olun, təşəkkür edirəm. Şakir müəllim, gördünüz, sizə də dəstək verənlər oldu. Buyurun, fikirlərinizi izah edin. Daha sonra mənim Hacı Namiqə maraqlı bir sualım olacaq. Bunu ispat etmək üçün mən birincisi Hegeldən 2 cümlə deyil, 1 cümlə, 2 cümlə deyəcəm. Hegel deyir ki, inkişaf mistik mütləq ideyada baş verir. Yəni hər bir şeyin inkişafı olar, belə şahanşaha götürürəm mən. Adi misal kimi götürürəm. Mistik mütləq ideyada, sirli bir başlanğıcda. Deməli, biz bunu ispat etmək üçün birinci Hegelin mistik mütləq ideyası anlayışına ehtiyacımız var. Biz birinci onu götürməliyik. Orada ispat etməliyik ki, mən ispat etməliyəm ki, bu deyillərim düzdür. 1. Kantın dünya ikilidir prinsipinə əsaslanmalıyam. Bu məndə əsas olmazaq ki, Hegel fəlsəfəsində onu, o mistik mütləq ideya yoxdur, orada ispat etməliyəm. Dünya ikilidir prinsipindən istifadə etməliyəm. 2. Aristotel deyir ki, orta həddi bəyənin və ondan kənara çıxmayın. Gəlin görə şahmat lövhəsindəki orta həddindən mənim tərtib etdiyim şahanşah lövhəsi yoxdur. Onun lövhəsində hansı məni orta həddə daha aparır? Belə də, orta həddə daha yaxındır. Şahmat lövhəsi, yoxsa şahanşah lövhəsi. Deməli, Aristotelin orta həddi bəyənin və ondan kənara çıxmayan prinsipi ödənilməlidir. 3. Dostoyevski deyir ki, dünyanı gözəllik xilas edəcək. Gəlin görək, şahmatda simmetriya tam ödənilmir. Ancaq şahanşahda ödənilir. Simmetriya yoxsa, gözəllik hardan olsun? Gözəllik yoxsa, dünya necə xilas ola bilər? Bəxtiyar Vahabzadə deyir, dağlar kimi tərpətdi gözəllik. Gəlin görək, şahmat lövhəsi insanı daha çox dartıb öz arxasında aparan insanları, yoxsa bu şahanşah. Xətib Təbriziyə görə, 4-cü Xətib Təbriziyə görə kamil forma məzmun gözəlliyidir. Əgər simmetriya yoxsa, kamil forma haradan olsun? Məzmun gözəlliyi haradan olsun? Bu 5. Bir də Həzrəti Əli Əleyhisselamın yəqin etmək iki ürəkçilikdir prinsipi var. Bu bir dialektik prinsipdir. Bu prinsip o qədər böyük bir mənə kəsb edir ki, onu mən belə də ispat etmək üçün mən getdim, çıxdım klassik Alman filosof Hegelin, o dedim mistik mütləq ideya yoxdur. Onun planetar modelini qurdum. Oradakı 3 elementdən birincisinin Həzrət Əlinin həmki kəlamın olduğunu mən ispat elədim. Bax, bu şahanşah lövhəsindəki, bax, bu qızıl xana var, ha. Bax, bu yəqin etmə yaradır. Bu, yəqin etmək iki ürəkçilikdir, Həzrət Əli deyir. Bu, qorxunu götürür.
Aydındır. Şakir müəllim, çox sağ olun. Biz indi qısa bir fasiləyə ayrılıq. Daha sonra proqramımız davam edəcək. Proqramımız davam edir. Hörmətli televiziya tamaşaçıları, bir daha xatırladım ki, indiki zaman proqramı canlı yayımlanır və bizim bugün müzakirə etdiyimiz mövzu şahmat yoxsa yeni kəşf olunan oyun Şahənşah. Bu oyunun hansının daha məqbul hesab edilməsi və kəşfçi sayılan Şakir Zəngəzurlunun ortaya atdığı bu ideya, bu Şahənşah oyununun nə dərəcədə cəmiyyət tərəfindən qəbul olunması, bu oyunun nə dərəcədə elmi prinsiplərə əsaslanması və şahmatı üstələyə biləcəyi bu proqramda müzakirə olunur. Əgər sizin də hər hansı bir fikirləriniz varsa, o zaman 022 336 72 72 sayılı telefona zəng vurun və öz fikirlərinizi bizimlə bölüşün. Təbii ki, Şakir müəllim də bizim ekspertlərimiz də bu oyun haqqında öz fikirlərini bildirdilər, ancaq burada əyləşibdir. Şahmatla məşğul olan bizim uşaqlar, mən istəyərdim onların bir fikrini dinləyək, görək onlar həqiqətənmi Şakir Zəngəzurlunun bu oyunu qəbul edirlər, yaxud da Şakir Zəngəzurluya onların bu və ya digər formada sualları varsa buyursunlar. Buyurun. Mən Nigar Elçin qızı 6 ildir şahmatla məşğulam və məncə bu şahmata maraq qata bilər. Amma şahmat kimi maraqlı ola bilməz. Fiqurlar, şahmata əsas maraq qatan fiqurların bir-birinə əks hücumudur. Və şimdi mən sual bilmək istəyirəm ki, fiqurlar hamısı eyni xanada olarsa, bu ən çox heç şeylə rastlaşacaq da, heç şeylə qutaracaq. Bu necə ola bilər? Və bu neçə əsr bundan qabaq yaranmış şahmatdır. Bunu dəyişmək olmaz məncə. Amma yeni növ kimi qəbul etmək olar. Şakir müəllim, sual aydın oldu sizə? Yoxsa sualı təkrarlasın? Bizə Zəhmət olmasa sualı biraz da ucadan deyil, mikrofonu da yaxın Demək tut. istəyirəm ki, əgər fiqurlar eyni xanada olursa, bir-birinə eyni xanadan hücum edirsə, bunun axırı çox vaxt heç şeylə rastlaşmır. Buyurun. Deyil, fiqurlar eyni xanada olursa... Hamısı eyni xanada, toplar ikisi də qara xanada, fillər eyni yerdən hücum olunur, eyni xanadan. siz hansı Bəs əsla sizdə necə tənzimlənəcək o, onun dediyi sualın? nə üçün heç elərin sayı çox olsun? Əgər bir kəsin zehni, qüvvəti, elmi qüvvətlidirsə, bu nə üçün heç razılaşmalıdır ki? Sözsüz burada insan zəkası rol oynayacaq. Qüvvət elmidədir. Elmi qüvvətlidirsə, nə üçün o icazə imkan yaradacaq ki, o heç eləsin? Mən onu heç də ondan razılaşmıram. Ancaq şahmatı, siz dediniz ki, şahmatı sıxışdırıb çıxardardı, elə deyirsiniz. Deyir, çıxarda bilməz. Yəni bu şahmata bilməz sadəcə deyir, olaraq eləmi? əlavə olar. Şahmat kimi maraq qata bilməz. Əgər hər ikisi yenə istifadə olunsa, mən buna heç vaxt razılaşa bilmərəm ki, heç olmasa Şahənşahın faizi 50% də, ta ki, Şahənşah olacaq 60%, minimum mən deyirəm. Şahmat olacaq 40%. Nədən ötürü? Onu bu işə sürükləyən Şahənşah lövhəsinin gözəlliyidir. Fiqurların hamısının öz yerini tutmasıdır. Nöqsansız olmasıdır. Mən sizə deyərəm ki, bu oyun hətta ideal vəziyyətə yaxınlaşır. Bəlkə də ideal vəziyyətdədir. Ancaq şahmatda mən nə qədər nöqsanlarını özüm saydım. Başqa suallar var? Buyur. Mikrofonu yaxın tut. Nəbzadə Əfsanə Əsəd qızı. Mən sual vermək istəyirəm ki, şahmat oyunundakı qaydalardan Şahənşah oyununda tətbiq oluna bilər? Qaydalar. Şahmatda tətbiq olunan qaydalar. Bəli, qala qurmaq o cürdür. Ancaq qala qurmaq burada simmetrik daha yüksək səviyyədə gözlənilir. 1. Top yeni həmki kimi hərəkətdədir. At yeni həmki hərəkətdədir. Şahdır, vəzirdir. Bir dənə vəkilə yeni xod verilib, başqa heç bir şey. Bir dənə də mən bir şeyi biz əlavə etməmişik, bayaqdan yadımdan mən belə də yaddaşımdan çıxdı, mən onu demədim. Vəkilin qarşısındakı piyada yoxdur, mən onu şahzadə adlandırmışam. O xüsusi rəhlənməlidir. O bir verişdə də mən dedim ki, əgər şahzadə düz öz tutduğu xana yoxdur, ondan sona kimin düz xəttdən çıxmazsa, o vaxtı vəzirə vəkilə çevrilə bilər. Və o qalibiyyətdə nə kimi rol oynayacaq? Hansı? Həmin o dediyiniz, o şahzadə adlandırdınız və düz xətt boyunca hərəkət edən. O yenə o bir piyadalardan fərqlənmir gedişdə. Ancaq gərək şahzadə eyni zamanda qorunmalıdır.
şah necə ki qorunmur, şahzadə də qorunmalıdır. Onun 4 dənə belə də mühafizəçisi sağda, 4-də solda. Aydın, çox Şahın sağ olun. olduğu kimi onunki də var. Azad müəllim, o dediyi son fikri, şahzadə və onun qorunması, onun hərəkət prinsipi, o nə dərəcədə düzgündür? Kapitalizm dövründə yaşayırıq da. Belə çıxır ki, şahzadə digər piyadalardan fərqlənməli piyada olmalıdır. 9 piyada varsa, digər 4-ü bu tərəfdə, 4-ü tərəfdə onun nökərləridir, qulluqçularıdır. Şahzadə ancaq şahın oğludur. Belə məntiq yaranır da. Belə məntiq belə ki, əgər şahın özü qorunursa, onun övladları da ciddi surətdə qorunmalıdır. Loru dillə deyək. Əgər şaha zərbə vurularsa... Şaşib müəllim, bərabərlikdən danışırıqsa, şahzadə artıq ayrı seçkilik yaradır. Bilsə necədir? Digər, üzr istəyirəm, digər piyadalar sonuncu xəttə çatanda vəzirə vəkilə çevrilə bilmirsin oyunda. Bəli. Ancaq şahzadə çevrilir. Bəli. Nə dərəcədə məntiqdir, bərabərsizlik yaranır axı. Demokratik prinsiplərə ziddir bir sözünün. Şakir müəllim, cavab. Bax, demokratik bayaqdan ədalət prinsipindən, düzgünlükdən danışdınız ki, bu oyunda ədalət prinsipi qorunur, simmetriya qorunur, orta hədd anlayışı qorunur. Bəs niyə həmin şahzadə fərqlənməlidir, şahın oğlu olduğuna görə qorunmalıdır, mühafizə olunmalıdır? Demokratiya pozuldu axı. Üzr istəyirəm, bu məntiqlə biz vəkili artırdığımız kimi digər saray əyanlarını artıra bilərik, cəllat da artıra bilərik, nə bilim, başqa bir zindan qorxucuları artıra bilərik. Amma son dövrdə demokratik prinsiplərdə islahatlar gedir də, hakimiyyətin daxilində hələ o qurumlar azaldılır. 12 də ola bilər. Siz bu söhbətlərin biraz qəribə yaranmasın, sizin sualın qoyuluşu belə gətirir ki, şahmat yoxsa şahənşah. Bunu belə müqayisə eləmək yaramaz. Şahmat ayrıca, şahənşahı digər bir əyləncə oyun kimi tətbiq eləmək olmaz. Şahənşahın, şahmatın səviyyəsinə çıxması və onun dünyada müəyyən şöhrət vaxt qazanması lazımdır. indiki halda mən başlarında söhbətimdə dedim ki, Dominoda da, Mərtaqda da müxtəlif oyunlar var. Zəng vuran yoldaşlar da dedi ki, mini futbol var, futbol var. Bunlar müxtəlif idmanın müəyyən formalaşmalarıdır. Bu məntiqlə yanaşaq da şahənşahı yaratmağa heç bir qəbahət baxmaq olmaz. İrəli gedirik, müasirləşdiririk. Ola bilər ki, oyunun qaydaları nəsə çaçmazlıqlar var. O da şahmat kimi müəyyən mərhələlər keçdikdən sonra yaranacaq, təkmilləşəcək. Bu uşaqlara ya bizim kimi təkmilləşmiş mütəxəssislərə şahənşahı tətbiq eləmək əyləncə kimi gələ bilər. Elə təsəvvür edin ki, daima yolun sağı ilə sürücü maşın sürürsə, onu birdən-birə sol tərəfli deyək ki, Hindistana mı yaxud İngiltərəyə aparıb qoyunda müxtəlif çətin vəziyyətə düşəndə qeyri-ixtiyari rolu sağa çəkəcək. Biz də qeyri-ixtiyari şahmatdakı prinsiplərdən getməliyik. Buna görə də bizə şahənşah biraz qeyri-adi gəlir. Amma yeni öyrənənlər üçün hər ikisini qoysan, hansını seçəcək, bu onun özünün şəxsi işidir. Çox sağ olun, çox yerində deyilmiş fikir. Auditoriyadan başqa sual var deyəsən, buyur. Azad qızı, mən belə demək istəyirəm ki, şahı piyadalar və fiqurlar qorumalıdır və şahzadə şah qorumalıdır. Şakir müəllim, aydın oldu. Deyir ki, şahı digər fiqurlar qoruyur. Bəs şahzadəni kim qoruyur? Piyadalar qoruyur. Bəs piyadalar... Eyni zamanda şahdır, topdur, bəs hər hansı piyadanı kim qoruyur? Piyadalar şaha görə yaradılır. Eyni bərabər bir dənə fiqurdur. Piyadalar şahın qoruyucusu funksiyasını yerinə yetirəcək. Onda piyada şahzadəni qoruyanda şah yaddan çıxacaq. Yaxud da şahı qoruyanda şahzadə yaddan çıxacaq. İndi onu izah edin. Hər hansı fiqur qorunmalıdır. Burada əgər mən benim şuurum yaxşı inkişaf, normal inkişafda deyilsə, mən hansı fiquru burada qoruya bilərəm ki? Deməli, hamısı insan zəkasının düz mütənasib. İnsan zəkasının inkişafına düz mütənasibdir. Əgər şuur yüksək səviyyədədirsə, hər hansı piyadanı da qoruyacaq. Əgər şuur zəifdirsə, hər hansı piyadanı da qoruyacaq. Şakir müəllim, üzr istəyirəm. O məndə də deməli, fikrini çatdıra bilmədi. Mən belə başa düşürəm ki, o demək istəyir ki, şahmatda bütün fiqurların müəyyən qiymətləndirilməsi var. Məsələn, deyirik ki, piyada bir xaldır, at, fil 3 xaldır. Amma sizin oyunda şahzadə xüsusi bir funksiyalı olur. Onun da ki, yalnız o
sonuncu xəttə çatanda vəzirə çevrilə bilir, digərləri çevrilmir. Yəni belə çıxır ki, o qiymətləndirmə mahiyyətinə baxsaq, Şahzadə digər piyadalardan daha yüksək səviyyədədir də. Piyada bir xaldırsa, o Şahzadə vəzirə çevrilə bildiyinə görə daha yüksək xalla qiymətləndirilməlidir. Yəni onu bir qorumaq tələb olur. Bilirsiniz, mən belə də Azad müəllim, Bəxtiyar Babuzadə deyir ki, vaxtın dəyirmanında daş əridi qum oldu, tarixə atdığımız qayıtdı lüzum oldu, dünənin həqiqəti bugün tərs sözüm oldu, niyə də yozulmasın, axı dünya fırlanır. İndi, əgər biz bunu bugünkü müzakirə elədimi, sabah siz bunlar həmin ki boyunda yenə nə bir hər hansı bir söhbəti varsa, onu da ortaya qoyacaqlar. Daha mütərəqqi yoluna inkişaf etdirəcəklər. Mənlə razılaşıram. Bəli, əgər bu dünən yoxdursa, bugün varsa, sabah bəs bunlar inkişaf etdirəcəklər, dünya çatdıracaqlar. Çox sağ olun Şakir müəllim. Bizim studiyada əyləşibdir idman aparıcısı Bəhruz Musayev, onun sizə sualı var. Buyur Bəhruz. Biraz onlar çəkilişdən gəldim, biraz müzakirələrə gezi qoşuldum. Ancaq maraqlı müzakirələr gedir. İnqilab müəllim, sizə təşəkkürümü bildirirəm ki, belə bir mövzu şəklində müzakirələr sual qoymuşsunuz və müzakirələr gedir. Birinci təşəkkür etmək istəyirəm sizin adınızdan El televiziyasına ki, belə bir gözəl bir idman növünü deyə bilərəm mən öz adımdan ki, gözəl bir idman növünü çəkilişlər işıqlandırır. Bu demək olar bir dəfə sizin verilişinizdə Eldən xəbərdə geniş şəkildə oldu və idman saatı verilişində də bu idman növü haqqında geniş süjetlərimiz oldu. Mənim sualım sizə belədir, biraz qeyd elədiniz, biraz gəlizdir. Oradakı figurların, siz dediyiniz figurların hərəkəti, o dediniz orada Şahzadə var və digər figurlar da var. Ancaq bu idman növünün şahənşah olması, şahənşah adı vermişsiniz. Niyə şahənşah adı vermişsiniz? Bu haqda qısaca bildirərdiniz. Adın şahənşah olması. Şahənşah ola bilərdi ki, Şahzadə qoruyucuları məsəl üçün belə bir adı olardı. Yeni idman növü Şahzadənin şahmata gəlişi və belə bir ad da qoyarlar. Siz sırf şahənşah qoymusunuz. Xahiş edirəm bunun açıqlaması həm mənim üçün maraqlı, həm də bizi izləyən tamaşaçılarımız üçün. Mən tərtib etdiyim şahənşah lövhəsində Mərkəzi xananı Qızıl xana adlandırıram. Zəhmət olmasa onu bir daha göstərin, həmin o Qızıl xananı. Bax, belə. Mərkəzdəki xana. Bu Qızıl xana adlandırıram. Bayaqdan iki şah var idi. Kim əgər şahını gətirib həmin Qızıl xanaya qoyarsa, yəni 2-0 qələbə qazandı mı, artıq bu, bayaqdan iki şah vardı. Artıq bir şah məğlub etdi. Bu oldu şahların şahı. Oldu şahlar şahı. Bax, bu nöqtəyə mən bu şahənşah adını məqsədli seçmişəm. Yəni ki, bayaqları, əgər əzəldə iki şah vardısa, biri məğlub oldu. Məğlub olan şahın, bu necə şahlı titulunun üstündə saxlaya bilər? O birisi artıq qalib şah, o birisinin də şahı olduğu üçün şahənşah oldu. Yəni şahlar şahı. Çox sağ olun Şakir müəllim. Buyur Bəhruz. Bu siz deyirsiniz, bu idmanı geniş şəkildə inkişaf etdirmək üçün mən sizə təklif edirəm bir jurnalist kimi ki, biz də gəlib işıqlandırardıq. Bu 3-4 nəfər, 5-6 nəfər bu idman növünü siz tam şəkildə bax belə bir gənclərə yığardınız ətrafınıza belə bir oyun keçirdərdiniz. Belə bir oyun ki, gələcəkdə deyirəm ki, biz də gəlib işıqlandıraq ki, o tam şəkildə siz qeyd edirsiniz, bəzi tamaşaçılara da qaranlıq olan məqamlar var. Mənim üçün də qaranlıq olan məqamlar var ki, şahmatçı oynasa, siz dediyiniz formada şahənşah oyunu tam şəkildə aydınlıq gələr. Belə bir təklif edirəm ki, siz belə bir şahmat məktəbində ya digər... Şakir müəllim, aydındır. Hər halda bizim vaxtımız azar, ona görə mən istəyirəm, Hacı Namikə mənim sualım var, o sualım qalmasın. Hər halda Bəhruzun təklifi yerində deyilmiş bir təklifdir. Əgər siz istəyirsinizsə bu oyunun yayılması və bu oyunu konkret olaraq bir nəfər, iki nəfər bacarmalıdır və onun mahiyyəti o zaman müəyyən detallardan ortaya çıxmalı. Yəni siz gələcəkdə bunu tətbiq eləməyiniz vacib olar. Ancaq, Hacı, mən istəyərdim bir məqama diqqət yetirim. Aqil Abbas Dolu romanının 224-cü səhifəsində belə bir hissə verib və orada qeyd edir ki, dünya şöhrətli Fischer, yəni o əslində Aqil Abbas bu oyunu bir müqəddəs oyun adlanır və qeyd edir ki, Fischer Tanrının işinə qarışıb bu möcüzəli oyuna,
müdaxilə elədiyinə görə, bu möcüzəli oyunun sonuna getmək istədiyinə görə Tanrı onu cəzalandırdı, ağlını da əlindən aldı. İndi dini nöqteyi nəzərdən nə dərəcədə bu oyun həqiqətən müqəddəs bir oyundur və Şakir Zəngəzurlu da Fischer kimi bu oyuna müdaxilə edib müəyyən mənada bunun axırına çıxmaq istəyir. İndi bu Şakir Zəngəzurlunun aqibəti necə olacaq? Mən sizdən üzr istəyirəm. O jurnalist qardaşım adı yadımdan çıxdı. Bəhruz Musayev. Bəhruz müəllim çox gözəl mövzuya toxundu. Elə onun fikrim odur ki, bunu Azad müəllimdən də xahiş etmək olar. Lap uşaqlar arasında bir balaca görək bunun dalla gələcək nəticəsi nə gözəl olur. Bir, 2 dənə, 3 nəfər bunun bilicisi oynanılsın və bunun üstünlükləri bilinsin. Biz burada danışırıq, tamaşaçılar da işlərini başa düşmürük. Şakir də fikirlərini tamam deyə bilmir. Mən onun nitqinin dayandığını görürəm. Ancaq bir söz deyim, çox rica edirəm. Bəzən Azərbaycan tarixində böyük müsəlman alimlərinin, xristiyan alimləri fikirlərini oğruyub. Aristotelin orta həddindən danışır. Orta hədd Həzrət Əli Aleyhisselamın nəzəriyyəsində nəhcül balağa da var. Aristotel nədir, filan nədir? Orta hədd dərəcəsini və bir də sizdən çox xahiş edirəm. Bu şeyə diqqət edin, bircə dəqiqə. Maddə kütləsi itməməsi qanunu sadə bir təsəvvürdən yaranıb. Boşqaya girib kimib, bədənin ağırlığında su kənara çıxıb. Bu alim çıxıb ki, kəşf elədim bunu. Bu qanun fizikada belə olub. Fizikada riyaziyyat dəqiq elmdir. Şahmatda bunlara sökənən bir elmdir. Onu sağa sola çəkmək məncə düzgündür. Amma bizə burada iş var ki, rica edirəm, bu sözümlə xahiş edirəm. Bu məsələni bilicilər arasında oynanılıb, televiziyadan mütəxəssislər çağırmaq lazımdır ki, baxın, bu oyunun nəticəsi belə oldu. Üstünlüyünü göstərmək lazımdır. Şakir öz dediyi fikirlərin üstünlüyünü deyə bilmir. Bəlkə də var onun fikri, amma deyə bilmir. Niyə deyə bilmir? Çünki istəyirəm ki, televiziya çəkişində biraz ekran qarşısında özünü biraz rahat hiss edirəm. Özgə vaxtda çox cəsur danışır. İndi isə gəlib belə bir vəziyyət yaranıb. Azad müəllimin fikirlərinə də mən razılaşıram. Bu məsələni o jurnalist qardaşımın dediyi kimi müzakirəyə çatmaq üçün mütəxəssis çağırıb oynamaq lazımdır. Bunun üstün məziyyətlərini görmək lazımdır. Sonra da onu cəmaata demək lazımdır. Sonuncu sözüm də budur ki, böyük kəşflər bəzən sadə şeylərdən yaranır. Məsələn, biz indiyə qədər fizikada işığın saniyədə 300 min kilometr hərəkət sürətini qəbul eləmişik. Amma 2 gün bundan qabaq Amerika alimləri ispat elədi ki, işığın sürəti dəyişkəndir. Bütün fizik alt üstü oldu. İndiyə qədər fizikanı dəqiq elmi kimi tanımışdıq. Bir mütəxəssis kəşf elədi ki, işıq sürəti dəyişkəndir. Demək istəyirəm ki, Şakirin bu fikrini mən istəyirəm ki, belə də kənara atmayaq. Onu müzakirə eləyək. Bilici balalarımızın arasına qoyaq. Şakir geçsin orada otursun. Onun məziyyətlərini, üstünlüklərini bizə desin ki, biz də onu ictimaiyyətə deyə bilək. Bunu sadəcə olaraq bu balaca verilişdə bunu deyə bilmir. Elə qalıb çıxılmaz vəziyyətdə uşaq sualı verir, bu da deyir ki, şahzadədir, orada filan var. Bunu gərək aydınlaşdıraq. Mütəxəssislərin ixtiyarına buraxaq bunu. Kör-körənə bunu belə eləməyək. Hər halda bu yaxşı kəşf olsa, bəlkə də doğrudan da bunun üstün məziyyətləri var. Azərbaycan üçün, rayonumuz üçün böyük məsələdir bu. Şakirin fikirləri ola bilsin, burada tam deyə bilmir. Xahiş edirəm Azad müəllimdən bir mütəxəssis kimi, rica edirəm. Şəxsən onun şəxsiyyətinə bir hörmətim olan bir adam kimi. Arası onu məktəbdə elə bir ictimaiyyəti 15 nəfərin ixtiyarına buraxmaq lazımdır ki, bu oyunun üstünlüyünü bilək. Doğrudan da bunun üstünlüyü var mı, yoxsa bunu ləğv elə keçsin? Belə olmalıdır. Aydın, çox sağ olun. Azad müəllimdən. Azad müəllim, vaxtımız sona çatır, çox qısaca xahiş edirəm. Qısaca deyərdim. Mən əvvəldən sualın qoyuluşuna etirazını bildirdim ki, sual qoyulmuşdu ki, şahənşah yoxsa şahmat. Mən əvvəl dedim ki, bunu belə qoymaq olmaz. Şahənşah başqa bir oyun deyil, şahmatdan yaranma Biz sadəcə Şakir müəllimin iddiasından gəri o fikri ilə qoyduq. Çünki bu çox iddiadır. Mən əvvəldən dedim ki, hər birinin yaşamaq hüququ var. Sadəcə olaraq şahənşah 95-dən nəzərdə tutulsa, indi ortaya çıxır. Müəyyən vaxt lazım ki, təkmilləşsin, o çatışmazlardan qalxsın, ola bilsin ki, geniş yayılsın. Mən ona görə bayaq misallar çəkdim ki, şahmata iranmış adam artıq şahənşaha mənfi baxacaq. Çünki hər hansı bir övlada desən ki, sənin valideynin pisdir, o valideyni özündən hamısından üstün tutur. Onlar da öyrəşmiş, bizim uşaqlar da şahmatı tanıyandan sonra digər bir oyunu qəbul eləməzlər. Başlanğıçdan heç birini alınamayan iki şəxs başlasa, hansını seçəcək onu özünü yazır. Bəlkə şahənşah daha da ondan çox xoş gələcək. Hegelin inkar qanunu var. Hansı güclüdür,
o da qabağa gedəcək. Mən belə deyirəm. Çox sağ olun Şakir müəllim, mən sizin hər birinizə təşəkkür edirəm və tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm ki, biz bugünkü proqramımızda Şakir Zəngəzurlunun ortaya atdığı və Şakir Zəngəzurlunun özünün düşüncəsinə görə, onun baxışlarına görə kəşf etdiyi yeni bir oyun Şahənşah haqqında danışdıq və mütəxəssislər, o cümlədən tamaşaçılar da Şakir müəllimin bu ideyası ilə bağlı müxtəlif fikirlər söylədilər. Hər halda Şakir müəllimin bu ideyası artıq Azərbaycanda dövlət səviyyəsində tanınmış, demək, Olimpiya Dünyası qəzetində nəşr olunub, o prinsiplər orada aydın şəkildə göstərilibdir. Digər tərəfdən şahmat mütəxəssisləri tərəfindən də müəyyən mənada bu oyuna rəy verilibdir. Sadəcə hər kəsin dediklərində, hər kəsin söylediyi fikirlərdə bir həqiqət var. Bu oyunun geniş səviyyədə yayılmasını istəyiriksə, bunun tədrisi və bunun daha anlaşıqlı, daha ətraflı şəkildə başa salınması, onun yayılması üçün müəyyən mənada addımlar atmaq. Hər halda Şakir müəllimin bu ideyası insanlar tərəfindən, necə deyirlər, arxa plana keçirilməməlidir. Onun üzərində müəyyən mənada düşünməyə dəyər və Şakir müəllimə də biz uğurlar arzulayırıq. Artıq bizə ayrılan vaxt sona çatdı. Bir daha xatırladım ki, indiki zaman proqramı hər həftənin 4-cü günü saat 21:00-da canlı olaraq yayımlanır. Sağ olun, növbəti həftədə görüşənədək.